Salam kanalımızın değerli izleyicileri. Oracle PNSQL kursumuzun bu dersinde Oracle PNSQL'de kursor formatları daha derinlemesine öğreneceğiz. PNSQL'de kursor format dövrü ilə işləmək üçün əvvəlcə bir cədvəl yaratmalıyıq. Sonra bu cədvələ məlumat əlavə edib nəticələri for dövrü ilə ikləyə bilərik. Bu üsul daha çox verilənlər bazasında olan məlumatları oxumaq və bu məlumatları birə-bir emal etmək üçün istifadə edilir. Gəlin cədvəlimizi yaradaq və məlumatlarımızı əlavə edək. Məlumatlarımız gördüyünüz kimi uğurla insert olundu. Kursor format dövrü ilə məlumatları emal etmək. İndi isə bu cədvəldəki məlumatları for dövrü ilə oxumaq və hər bir işçi haqqında məlumatları ekrana yazdıraq. Declare hissəsində emp kursor adını kursor bəyan edirik. Bu kursorumuz employees cədvəlimizdən employee ID, first name, last name, salary sütunlarını select edir. Baxın, bu selectdən qayıdan bu nəticəni mənimsədirik emp kursor adını kursorumuza. Daha sonra PNSQL blokumuzun begin end hissəsində for dövrü ilə kursoru istifadə etməyə baxaq. For emp record in emp kursor move. Emp record adını move variable'ımıza, dövr dəyişənimizə, emp kursor adını kursorumuzu hər bir sətrini, sətir və sətir mənimsədirik. Birinci sətri, sonra ikinci, sonra üçüncü bu qayda ilə. Daha sonra emp record move variable'ımızdan, yəni dövr dəyişənimizdən istifadə edərək bu emp kursor adlı kursorumuzun hər bir sətrinin sütunlarını baxın bu şəkildə ekrana çap edirik. Sətirlər bitdikdə dövr sonlanır, PNSQL blokumuz sona çatır. Bu PNSQL blokunda emp kursor adını bir kursor tərtib edilir. Bu kursor employees cədvəlindən bütün işçilərin məlumatlarını seçir. For emp record in emp kursor move dövrü hər bir işçi üçün emp record adını bir dəyişkən yaradır və bu dəyişkənin üzərindən məlumatları oxuyur. dbms output.putline komandasından istifadə edərək məlumatları ekrana yazdırırıq. Bu for dövrü ilə kursor istifadə edərək verilənlər bazasında məlumatları necə oxumağınızı və emal etməyinizi göstərir. Gəlin kursor formata aid nümunələrə baxmağa davam edək. Kursor for ilə filtr edilmiş məlumatların istifadəsi. Bu nümunədə employees cədvəlindən maaşı 6000-dən yüksək olan işçiləri seçəcəyik.
Dikkat listesinde high sonraki kursor adlı kursorumuz var. Employees cədvəlimizdən employee ID, first name, last name sonraki sütunlarımızı select edirik. Haradakı where sonraki böyükdə 6000. Sonraki 6000-dən böyük olan sətirlərdə bu sütunları employees cədvəlimizdən select edirik. Bu selectin nəticəsini doldururuq high sonraki kursor adlı kursorumuza. Daha sonra PNSQL blokumuzun beginning hissəsində, gövdə hissəsində Record adlı mux variable, yəni dövr dəyişənimiz var. Bu dövr dəyişənimizdən istifadə edərək high sonraki kursor adlı kursorumuzu qaytardığı sətirləri, hər bir sətiri mənimsədirik bu dəyişənə və bu dəyişəndən istifadə edərək hər bir sətirin sütunlarını bu formatda ekrana çap edirik. Sətirlər bitdikdə dövr sonlanır, PNSQL bloku başa çatır. Bizdə bir sətir sadəcə məlumat olduğu üçün həmin sətrin məlumatları ekrana çap edildi. Bu nümunədə yalnız maaşı 6000-dən yüksək olan işçilərin məlumatları ekrana yazdırılacaq. Kursor forinə verilənlərə hesablama əlavə etmək. Bu nümunədə employees cədvəlindəki maaşların 10%-ni əlavə edəcəyik. Declare hissəsində emp kursor adlı kursorumuz var. Employees cədvəlimizdən employee ID, first name, last name sonraki sütunlarımızı select edirik. PNSQL blokumuzun beginning gövdə hissəsində Record adlı loop variable'ımız, dövr dəyişənimiz var. Kursor adlı kursorumuzun hər bir sətrini bu dövr dəyişənini Record'a mənimsədirik. Daha sonra employees cədvəlimizdə update əməliyyatı icra edilir. Həmin Record dəyişənimizdən istifadə edərək qayıdan bu sətirlərdəki hər bir sətir üçün salarini, maaşı 10% artırır. Baxın, emprecord.employee ID. Baxın, bu sətirlərin hər birinin maaşını 10% artırır. Və məlumatlarımız da ekrana bu şəkildə çap edirik. Sətirlər bitdikdə dövr sonlanır, dəyişikliklər commit olub yadda saxlanılır, PNSQL bloku başa çatır. Baxın, bu şəkildə. Kopyalayaq, birdən baxaq. Kursor forinə təkcə ən yüksək maaşlı işçini seçmək. Bu nümunədə employees cədvəlindəki ən yüksək maaş alan işçini seçəcəyik. Gəlin nümunəmizi kopyalayaq aşağı. Top sonraki kursor adlı kursorumuz var. Baxın, bu sinirdən qayıdan nəticəni kursorumuza doldururuq. Baxaq bir dənə sinirtimizə. Employees cədvəlimizdən employee ID, first name, last name, salary sütunlarımızı select edirik. Salaryyə görə descending olaraq sıralayırıq. Yəni böyükdən kiçiyə doğru sıralama aparırıq. Fetch first one rows only.
Deməli, ssenariyə görə, maaşa görə tərsinə sıralama aparıb birinci sətri seçirik. Yəni ən yüksək maaş alan seçilir də avtomatik. Çünki maaşa görə böyükdən kiçiyə doğru sıralayanda ən yüksək maaş alan yuxarıda düşəcək birinci sətirdə. Biz sadəcə birinci sətri götürdüyümüz üçün ən yüksək maaş alanın məlumatları olacaq. PNSQ blokumuzun gövdə hissəsində MPG adını loop variable'ımıza, dövr dəyişənimizə bu top ssenari kursordan qayıdan sətri mənimsədirik və həmin dəyişəndən istifadə edərək bu sətrin sütun məlumatlarını ekrana bu formatda çap edirik. Sətirlər bitdikdə dövr sonlanır, PNSQ bloku da başa çatır. Kursor forumə əlavə şərtlər tətbiq etmək. Bu nümunədə işçinin maaşı müəyyən bir aralıqda olanları seçəcəyik. Məsələn, maaşı 5000 ilə 6000 arasında olan işçiləri seçirik. Declare hissəsində mid scenari kursor adlı kursorumuz var. Employees cədvəlimizdən employee ID, first name, last name, scenari sütunlarımızı select edirik. Haradakı scenari bitwi, 5000 and 6000. Haradakı deməli ssenarisi 5000 ilə 6000 arasında olan işçilərin məlumatlarını seçir, select edir və bu selectdən qayıdan məlumatı doldururuq mid scenari kursorumuza. PNSQ blokumuzun beginning gövdə hissəsində MPrecord adlı loop variable'ımız var, yəni dövr dəyişənimiz var. Bu kursordan qayıdan sətirləri mənimsədirik hər bir sətri ayrı-ayrılıqda bu dəyişənə və bu dəyişəndən istifadə edərək hər bir sətrin sütun məlumatlarını bu formatda ekrana çap edirik. Sətirlər bitdikdə dövr sonlanır, PNSQ bloku başa çatır. Ümid edirəm ki, bu nümunələr PNSQ-də kursor for dövrünün müxtəlif istifadə hallarını başa düşməyə kömək edəcək. Keçək digər PDF-imizə. PNSQ kursor formupa aid biraz daha nümunələr baxmağa davam edək. Cədvəl yaradaq yeni və cədvəllərimizə məlumatlar əlavə edək. Evet. Baxın, məcbur, çünki constraint olduğu üçün kaskad elədik, yəni məcbur şəkildə drop etməli olduq. Customers'ı drop etdik. Sales gerek var, yoxdur. Onu da drop etdik. Yenidən yaradaq customers və onunla baxın foreign key'si olan customer ID sütununa görə foreign key'si olan sales cədvəlimizi yaradaq, create edək. Baxaq, customer cədvəlimizin customer ID-sinə görə sales cədvəli ilə
Rəngifimiz var, yəni əlaqəsi var. Necə bir əlaqədir? Baxaq, burada parent table customer cədvəlidir. Çünki sales cədvəli ondan referans alır. Baxın, bu sales'dəki customer ID, bu customer cədvəlimizdəki customer ID-dir. Daha sonra məlumatları daxil edək. Baxın, customer cədvəlimiz və həmçinin sales cədvəlimizin məlumatları uğurla insert olunubdur. Kursor formunun istifadəsinə baxaq. Nümunə müştəri və satışlar üzrə kursor formu. Bu nümunədə hər bir müştərinin adını və ona aid olan satış məlumatlarını əldə edəcəyik. Hekayə hissəsində kursor adlı kursorumuz var. Baxın, bu kursor bu sinifdən qayıdan məlumatları özündə saxlayan kursordur. Yəni, baxaq bu kursor gərək nə iş görür? Customer cədvəlimizdən və sales cədvəlimizdən sətirləri select edəcəyik. Customer ID-nin bərabərliyinə görə bunlar join olunubdur. Baxın, Customer cədvəlimizə C aliası verilib. Sales cədvəlimizə də S aliası. Customer cədvəlimizin first name və last name sütunları select olunub. Sales cədvəlimizin də selling date və selling amount sütunları select olunub. Və sales cədvəlimizin selling date sütununa görə order by olunub. Düzünə, yəni kiçikdən böyüyə doğru sıralanıb tarixə görə. Yəni indi bunu elmi dildə, belə deyək, SQL dilində dedik. Bir də ümumi, normal dildə izahını verək. Deməli nə iş görür? Müştərilər və satışlar cədvəlini join edib. Müştərinin adı soyadını və satışın tarixinə, satışın məbləğini select edirəm. Satış tarixinə görə də sıralama verirəm kiçikdən böyüyə doğru. Yəni ilk satışdan son satışa doğru sıralama verərək müştərinin adı, soyadı, satış tarixi və satışın məbləğini select edib baxıram. Yəni bu selectimizi run edək, baxaq nələr qaytarır. Baxın, bu məlumatı qaytarır. PSQL blokumuzun gövdə hissəsində rec adını loop variable'unu dövr dəyişənimə, kursor adını kursorumu, baxın bu sətirlərin hər bir sətri ayrı-ayrılıqda mənimsədirəm və həmin rec
değişen loop variable'ından dövr dəyişənindən istifadə edərək müştərinin birinci ad soyadını ekrana bu şəkildə çap edirəm. Daha sonra isə satışın tarixini və məbləğini bu şəkildə ekrana çap edirəm. Hər bir sətir üçün ayrı-ayrı. Birinci sətir üçün etdim, daha sonra arada bu xətti çap etdirəm. Sonra keçirik ikinci sətrə. Sətirlər bitdikdə dövr sonlanır və PNSG bloku sona çatır. Baxın, bu şəkildə hər bir sətir üçün ad, soyad və satış tarixi, satış məbləği. Kursor Coursers adında bir kursor yaradılır ki, bu kursor müştəri və satış məlumatlarını birləşdirir. Fornik in Coursers loop ilə kursor vasitəsilə hər bir müştəri və onun satış məlumatları üzərində iterasiya edilir. DBMS output.put layinə nəticə konsola çıxarılır. Yalnız müştəri adları üzərində kursor for loop. Yalnız müştəri adlarını çap etmək istəyiriksə, aşağıdakı kimi sadə bir nümunə yaza bilərik. Customers adlı kursorumuz var. Baxın, Customers cədvəlimizdən first name və last name select edirik. Bu məlumatları özündə saxlayır. Rec adını PNSG blokumuzun gövdə hissəsində, beginning hissəsində rec adını dövr dəyişənimiz var ki, bu kursordan qayıdan hər bir sətri, bu recə mənimsədirik və recdən istifadə edərək hər bir sətrin sütun məlumatlarını bu formatda ekrana çap edirik. Sətirlər bitdikdə dövr sonlanır, PNSG bloku sona çatır. Baxın bu şəkildə. Bu nümunədə yalnız Customers cədvəlindəki müştəri adlarını əldə edirik və hər bir müştərinin adı konsola çıxarılır. Nəticə. Hər iki nümunədə kursor formu istifadə etməklə cədvəl üzərində iterasiya edirik. Kursor ilə verilənləri sətir-sətir oxumaq və onlarla işləmək olduqca rahatdır. Bu metod sadə iterasiya üçün əlverişlidir və verilənləri sətir-sətir işləməyi təmin edir. Bu nümunələr PNSG-də kursor istifadəsinin əsas prinsiplərini izah edir. Əgər gəlin keçək kursor formupa aid digər nümunələrə baxmağa. Cədvəllər yaradaq yeni və məlumatlar əlavə edib nümunələrimizə baxaq. Product cədvəlimizi drop edək. Sales cədvəlimizi drop edək. İkisi də drop oldu. Daha sonra yaradaq cədvəlimizi və sales cədvəlimizi yaradaq. Baxın, product cədvəlimiz burada parent table-dır, yəni valideyn cədvəlidir. Sales cədvəlimiz isə child table-dır, yəni belə deyək, övlad cədvəlidir. Ona görə ki, product cədvəlimizin product ID-sinə görə, baxın, sales cədvəlimiz product cədvəlimizdən referans alır. Sales cədvəlimizdəki bu product ID sütunu, yəni product cədvəlimizin product ID sütunudur. Bunlar arasında baxın,
relationship var, yani əlaqə var product ID sütununa görə. Məlumatlarımızı product cədvəlimizə insert edək. Daha sonra gələk sales cədvəlimizə məlumatlarımızı insert edək. Commit edib dəyişiklikləri yadda saxlayaq. Baxın, bu product cədvəlimiz, bu da bizim chart tipimiz olan sales cədvəlimiz. Bu cədvəllərdə satışlara aid məlumatlar və məhsulların qiymətləri saxlanılır. Kursor formupa aid nümunələrə başlayaq baxmağa. Birinci nümunəmiz məhsulun satış cədvəlindəki məlumatlarına iterasiya. Bu nümunədə hər bir məhsulun adı, satış miqdarı və satış tarixini konsola çap edəcəyik. Kursiyər adlı kursorumuz var. Bu sınıfdan qayda məlumatı özündə saxlayır. Baxaq, neyniyik? Product cədvəlimizə sales cədvəlimizi join eləmişik. Product ID-nin bərabərliyinə görə product cədvəlimizə P aliası, sales cədvəlimizə də S aliası vermişik. Product cədvəlimizdən product name sütununu, sales cədvəlimizdən də sale date və quantity sütunları select eləmişik. Sales cədvəlimizin sale date sütununa görə kiçikdən böyüyə doğru sıralama, yəni order by vermişik. Deməli, məhsullar və satışlar cədvəllərimizi birləşdirərək bu birləşmiş belə deyək məlumatdan, datadan biz məhsulun adını, satış tarixini və satış miqdarını çap edirik və satış tarixinə görə kiçikdən böyüyə doğru sıralayırıq. Yəni ilk satışdan son satışa doğru sıralama aparırıq. Gəlin baxaq görək bu select bizə nə nəticə qaytarır. Baxın 3 sətir bu nəticəni qaytarır. Daha sonra PNSQL blokumuzun beginning gövdə hissəsinə keçirik. Rec adlı loop variable'ımızdan, dövr dəyişənimizdən istifadə edərək bu kursor adlı kursorumuzun sətirlərini hər bir sətir ayrılıqda bu dəyişənə mənimsədirik və hər bir sətir üçün bu dəyişəndən istifadə edərək sütunları, baxın bu sütunları ekrana çap edirik. Satışın, məhsulun adını, satış tarixini, satışın miqdarını. Sətir bitdikdə hər sətirdən sonra ekrana bunu çap edir, yəni xətləri qoyur belə, seçilsin deyə sətirlər bir-birindən, hər sətirdəki məlumat. Sonra keçir digər sətrə. Sətirlər bitdikdə dövr sonlanır, PNSQL blokumuz sona çatır. Baxın, hər bir sətirdəki məlumatı bu şəkildə çap etdi. Arada xətt qoymaq. Məhsulun adı, satış tarixi, satış miqdarı. Kursor, kursiyaz, məhsul adı, satış tarixi və miqdarını seçir. For rec in kursiyaz loop kursor vasitəsilə hər bir satış məlumatlarını oxuyur. DBMS output.put layinə məlumatlar konsola yazılır. Məhsulun toplam satışını hesablamaq. İndi isə hər bir məhsulun ümumi satış miqdarını hesablayaq.
Diknəyer hissəsində Kursiyas adlı kursorumuz var. Baxın, bu sinifdən qayıdan məlumatı kursorumuza doldururuq. Baxaq. Deməli, məhsullar və satışlar cədvəllərimizi yenə məhsul ID-sinə görə, product ID-yə görə birləşdirmişik bu iki cədvəli və məhsul adını çap edirik. Deməli, hər bir məhsuldan məhsulun adı qarşısından da satış miqdarının cəmi. Deməli, bu məhsulda neçə dənə satılıbsa satış miqdarlarının cəmi, məhsula görə, məhsul adına görə satış miqdarlarının cəmini qarşısından çap edirik və baxın, təbii ki, burada məhsul adına görə də qrup boy vermişik. Məsələn, laptopdan 5 dənə, bundan 3, 2, bu qədər. Sonra PNSG blokumuzu gövdə hissəsində bu kursordan qayıdan hər bir sətri move variable'ımıza mənimsədirik və hər bir sətr içində sütunlardakı məlumatları ekrana bu formatda çap edirik və hər bir sətrin məlumatından sonra ekrana belə xətlər çap edirik ki, sətirlərin məlumatları bir-birindən seçilə bilsin, sərqən olsun. Sətirlər bitdikdə dövr sonlanır, PNSG bloku sona çatır. Baxın, bu şəkildə məhsul laptop bu qədər, bu qədər belə. Kursor, kursiz hər bir məhsulun adını və toplam satış miqdarını seçir. Qrup by P qrup product name-inə məhsul başına satışlar toplanır. For in kursiz loop ilə hər bir məhsulun adı və toplam satış miqdarı konsola yazılır. Satışların qiymət üzrə hesablanması. İndi isə hər bir satışın ümumi qiymətini, satış miqdarı, ulduz məhsulun qiyməti hesablayaq. Kursiyas adlı kursorumuza baxaq. Bu sinifdən qayıdan nəticə mənimsədilibdir. Birdən baxaq, 2 dənə diknəyer var, bu bizi çaşdırmasın, hamısını izah edəcək. Birinci bu senlikdə izahına baxaq. Məhsullar və satışlar cədvəlimizi yenə məhsul ID-yə görə, yəni product ID sütunumuza görə join eləmişik. Məhsullar cədvəlimizdə məhsulun adını və satışlar cədvəlimizdən satış tarixini, miqdarını, daha sonra da qarşısından məhsulun qiymətini çap etmişik. Select eləmişik, daha doğrusu. Bu şəkildə. Və bunu doldururuq bu senlikdən qayıdan nəticələri kursor sales adlı kursorumuza, PNSG blokumuzu gövdə hissəsinə keçdik. Burada rec adlı loop variable'ıma bu kursordan qayıdan hər bir sətrin məlumatı mənimsədirəm. Daha sonra yenə keçdik declare beginning. İç-içə elə bil ki, PNSG bloklarıdır, nested PNSG blokusudur. Declare'də total price adlı number tipində bir dəyişən declare olunub, yəni bəyan edilib. Sonra ikinci beginning'in içərisində total price-a baxın, bu recdən qayıdan miqdar və qiymətin hasili mənimsədilir. Baxın, qiymətin miqdarı və qiymətin hasili mənimsədilir ümumi qiymət olaraq. Elə bil ki, birinin qiyməti budur, miqdarı bu qədərdir. Ümumi qiymətdə təbii ki, birinin qiymətin miqdara vurmaqdır da, hasilidir. O da total price. Mənimsədir bu dəyişənə. Sonra ekrana çap edirik hər bir sətr üçün məhsulun adını
Satışın tarihini, miktarını, ümumi miktarını, e, quantity miktarını və ümumi qiymətini. Hər bir sətrin məlumatı çap edildikdən sonra ekrana baxın bu xətt çap edilir ki, sətr məlumatları bir-birindən seçilsin, sərqəm olsun. Sətirlər bitdikdə dövr sonlanır və PNSQ blokumuz sona çatır. Baxın bu şəkildə. Kursor satış məlumatlarını və məhsul qiymətini alır. Total price dəyişəni ilə satış miqdarı və qiyməti vuraraq ümumi satış məbləğini hesablayırıq. Hər bir satış məlumatlarını konsola çap edirik. Müəyyən bir tarixdəki satışları tapmaq. Bu nümunədə müəyyən bir tarixdə edilən satışları tapmaq istəyirik. Misal üçün, bu tarixində edilən satışları göstərək. Declare hissəsində Cursor adlı kursorumuz var. Baxın, bu selectdən qayıdan nəticə bu kursora doldurulur. Deməli, məhsullar, products və sales satışlar adlı cədvəllərimiz join olunur məhsul ID-sinə görə. Məhsulun adı, satış tarixi, satış miqdarı ekrana çap edilir. Haradakı satış tarixi, baxın, buna bərabərdir. Bu tarixdə olan satışlar elə bil ki, ekrana çap edilir. Bir sətir cəmi məlumat var. PNSQL blokumuzun gövdə hissəsində bu kursordan qayıdan sətirləri mənimsədik bu dəyişənə, loop variable-uma və bu dəyişəndən istifadə edərək ekrana çap edirəm hər bir sətir üçün. Hərçənd ki, bizdə bir sətir var, amma yəni çox sətir də ola bilərdi. Hər bir sətir üçün məhsulun adını, satış tarixini və miqdarını. Hər sətirdən də sonra bu xətt qoyulur ki, bu çap edilir ki, sətir məlumatları bir-birinə qarışmasın, sərgəni görünsün. Sətirlər bitdikdə dövr sonlanır, PNSQ blokumuz sona çatır. Kursor same date sütunu bu tarixinə uyğun olan satışları seçir. Forget in bu loop hər bir uyğun gələn satış məlumatlarını çap edir. Nəticə olaraq bu nümunələr kursor formup istifadə etməklə verilənlər bazasında müxtəlif məlumatları necə əldə edəcəyimizi göstərir. Kursorlar cədvəllər üzərində iterasiya etməyə imkan verir. Bu da çoxlu məlumatlarla işləyərkən çox faydalıdır. Kursor formupa aid biraz daha nümunələrə baxmağa davam edək. PNSQL-də kursor formup istifadə edərək bir neçə fərqli nümunə göstərək. Bu dəfə daha mürəkkəb cədvəllər yaradıb onların üzərində necə iterasiya edəcəyimizi izah edək. Department cədvəlimizi drop etdik. Employees cədvəlimizi drop etdik. Baxın, şöbələri department cədvəlimizdir. Bir də employees işçilər cədvəlimiz. Burada şöbələr cədvəlimiz parent table-dır. Employees cədvəlimiz isə ona görə child table-dur. Ona görə ki, employees cədvəlimizin, baxın, bu department ID sütunu, department cədvəlimizin
sütunudur. Bakın, bunlar arasında relief var, görürsüz. Önce yarattık department cədvəlimizi, daha sonra employees cədvəlimizi yarattık. Məlumatları daxil edək. Department cədvəlimiz, baxın, məlumatları budur və employees cədvəlimiz məlumatları budur. Bunun employees cədvəlimizin, baxın, department ID sütundakı məlumatlar, yenə department cədvəlimizin department ID sütundakı məlumatlardır. Kursor formuq nümunələri hər bir işçinin istiqamətini göstərmək. Bu nümunədə hər bir işçinin adı, soyadı, departamenti və maaşını çap edəcəyik. Bu employees adlı bir kursorumuz var. Employees cədvəlimizə, department cədvəlimizi join olmasından, yəni birləşməsindən qayıdan nəticəni özündə çap edir. Department ID-yə görə bunlar, baxın, join olunub, birləşibdir. Deməli, işçilər və şöbələr cədvəlimizi şöbə ID-sinə görə, şöbə ID sütununa görə birləşdirmişik. İşçinin adını, soyadını, şöbənin adını və işçinin maaşını select edirik. Şöbə adına görə də sıralayırıq. Yəni şöbə adının baş hərfinə görə də A-dan Z-ə doğru. Bu select-i run edək. Qayıdan nəticəni doldururuq Kur Employees adlı kursorumuza. PNSQL blokumuzun gövdə hissəsinə keçirik. Rec adlı loop variable'ımız, yəni dövr dəyişənimiz var. Bu Kur Employees adlı kursorumuzdan qayıdan hər bir sətri mənimsədirik bu dəyişənə və bu dəyişəndən istifadə edərək hər bir sətirdəki sütunları ekrana çap edirik. Müştərinin adını, sonra ona konkatenləyirik, arada boşluq, bir simvol boşluq buraxmaqla soyadını, sonra şöbənin adını, sonra maaşı və hər bir sətrin məlumatı bitdikdən sonra da aşağıda belə xətt qoyur. Ki qayıdan nəticələr bir-birinə qarışmasın, sərgəni görünsün. Sətirlər bitdikdə kursun dövr sonlanır və PNSQL blokumuz sona çatır. Baxın, bu şəkildə çap edirik. Kursor Kur Employees işçi adları, soy adları, departament adları və maaşları əldə edilir. For in Kur Employees loopinə hər bir işçi haqqında məlumat çap edilir.
DBMS output nokta butonundan istifade ederek məlumatlar ekrana yazdırılır. Departamentin üzrə toplam maaşı hesaplamaq. Bu nümunədə hər bir departament üçün toplam maaşı hesab edəcəyik. Bu department adlı kursorumuz var. Baxın, bu sinekdən qayıdan nəticəni ekrana çap edir. Sinekdə deməli, şöbələr və işçilər cədvəllərimizi birləşdirmişik. Şöbə adı sütununa görə, department aidi sütununa görə birləşdirmişik, join etmişik. Şöbə adını və qarşısında həmin şöbə adına görə həmin şöbədə yerləşən işçilərin maaşlarını, həmin şöbədə yerləşən işçilərin maaşlarını hər bir şöbə üçün ayrı-ayrılıqda maaşların cəmini sinək dedirik. Təbii ki, şöbə adına görə də qruplaşdırmışıq. Sinəkdən qayıdan nəticəyə baxaq. Baxın, sales cədvəlində yerləşən işçilərin maaşları bu qədər. Maaşların cəmi. IT-də bu qədər, HR-da bu qədər. PNSQ blokumuzun gövdə hissəsində kursordan qayıdan hər bir sətri yenə də bu fordakı rec adını mub variabuluma mənimsədirəm və rec variabulundan da istifadə edərək hər bir sətr üçün şöbə ID-sini və ümumi maaşı ekrana çap edirəm. Hər bir sətirdəki məlumat bitdikdən sonra da bir dənə bu çap edilir ki, çıxan məlumatlar bir-birinə qarışmasın, sərgəni görünsün. Sətirlər bitdikdə dövr sonlanır, PNSQ bloku sona çatır. Kursor kur departamentlər üzrə toplam maaşları tapır. Sum y nöqtə salary funksiyası ilə hər bir departamentin toplam maaşı hesablanır. Group by D nöqtə department name ilə departament üzrə toplam məlumatlar toplanır. For rec in kur departments loop ilə hər bir department üçün toplam maaş çap edilir. Maaşına görə işçiləri sıralamaq. Bu nümunədə işçiləri maaşına görə azalan sıraya düzüb, hər birinin adını, soyadını və maaşını çap edəcəyik. Kursonları adını kursor bəyan etmişik. Employees cədvəlimizdə elə bil ki, işçinin adını, soyadını, maaşını çap edirik və maaşlara görə böyükdən kiçiyə doğru sıralayırıq. Baxın, maaşı çox olandan aza doğru. PNSQ blokumuzun gövdə hissəsində bu sətirləri, bu kursordan qayıdan sətirləri rec adını loop variabuluma, dövr dəyişənimə mənimsədirəm və ekrana hər bir sətir üçün işçinin adını, daha sonra arada bir simvol buraxmağa, onunla konkat edib soyadını çap edirəm. Daha sonra maaşını çap edirəm və hər bir sətirdən sonra da bunu bu xətləri çap edirəm ki, çıxan nəticələr bir-birinə qarışmasın, sərgəni görünsün. Sətirlər bitdikdə dövr sonlanır, PNSQ bloku sona çatır. Bu şəkildir. Kursor, kursonları işçilərin maaşlarına görə azalan sırada əldə edilir. Order by E nöqtə salary desk maaşlarına görə azalan sıralama aparılır.
Forek in kursların rutine sıralanmış işçilerin adı, soyadı ve maaşı konsola çıkarılır. Departamenta göre işçi sayını tapmaq. Bu nümunədə hər bir departamentdə neçə işçinin işlədiyini hesablamağı göstərir. Kur employee count adlı kurslarımız var. Bu sənəddən qayıdan nəticəni kursora doldururuq. Baxaq sənəddə şöbələr və işçilər cədvəllərimi Neftçi eləmişəm. Neftçi oyunda bilirdik ki, baxın departmentdə, şöbələrdə bütün sətirlər sənəddə olunur. Hansısa bu sütun adına görə, baxın department ID-nin bərabərliyinə görə Neftçi oyunu olunubdur. Yəni o deməkdir ki, departmentdə olan məlumatlar hamısı və bu sütunun bərabərliyinə görə employeesdə, employees cədvəlində olan bununla ortaq olan məlumatlar. Bir də mənə departamentdə olan məlumatların özü, bir də employees cədvəlinə department cədvəlinin department ID sütununa görə bərabərliyində ortaq hissə. Ortaq hissənin birləşməsi. Qayıdan nəticə budur. Neft join edirik, şöbənin adını çap edirik və hər bir şöbə adına görə işçinin ID-sini, yəni hər bir şöbədə neçə dənə işçi var. İşçi ID-lərinin countunu, yəni sayını qarşısından çap edirik. Təbii ki, şöbə ID-sinə görə qrupbay edəcəyik, şöbə adına görə qrupbay edəcəyik. Baxaq nəticəyə. Sales cədvəlində deməli 2 işçi var, bu birinlərdə isə 1 işçi var. PNSQ blokumuzun gövdə hissəsində rekə bu sənəddən qayıdan hər bir sətri mənimsədirik və ekrana çap edirik. Şöbə, department, şöbə adı, işçinin cəmi sayı, hər bir sətrin məlumatından sonra isə ekrana bunu çap edirik ki, qayıdan nəticələr bir-birinə qarışmasın, sərgəni görünsün. Sətirlər bitdikdə dövr sonlanır, PNSQ bloku sona çatır. Baxın bu şəkildə. Kursor kur employee count departamentə görə işçi sayını tapır. Neft join istifadə edilir ki, departamentlərdə heç bir işçi olmasa da məlumat gəlsin. Count y.employee ID ilə hər bir departamentdəki işçi sayı hesablanır. Forek in kur employee count loopinə hər bir departamentin işçi sayı çap edilir. Nəticə olaraq bu nümunələr müxtəlif cədvəllər üzərində kursor formu istifadə etməklə iterasiya etməyi və müxtəlif məlumatları əldə etməyi göstərir. Kursorlar SQL sorğularında nəticələri sətir-sətir oxumağa və müxtəlif hesablama əməliyyatları aparmağa imkan verir. Bu qədər kursor formu aiddə deyəcəklərimiz bu dərs bu qədər. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Bütün dərslərimizdə olduğu kimi bu dərsdə istifadə etdiyim nümunə SQL kodlarını videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib baxa bilər. Təbii ki, bunu yenə deyirəm, məsləhət görmürəm. Videoya baxa-baxa kodları özünüz yazmağınızı və hər hansı bir error çıxdıqda isə özünüz bacardığınız qədər araşdırıb arada qaldırmağa çalışmağınızı məsləhət görürəm. Belə olduqda həm araşdırma qabiliyyətiniz inkişaf eləyir, həm diqqətiniz inkişaf eləyir bu mövzuya aid, həm də ki, mövzunu mənimsəməyiniz, yadda qalan olması daha çox asanlaşır. Deyəcəklərim bu qədər. Əgər videoların faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbət dərslərimizdə görüşənədək.